Siz necə düşünürsünüz? Bugün müharibə amili nə dərəcədə realdır? Realdırmı? Hadisələr nəyə deyir sizə? Müşahidələriniz nə deyir? Təşəkkür edirəm. Əslində, ötən ildə bir çoxları hesab edirdi ki, İranla toqquşma dəhşətli nəticələr verə bilər. O mənada müharibə qərarı riskli qərar olardı. Amma ən azı 12 gün baş verdi də. Biz şahidi olduq. Evet. Və qarşılıqlı zərbələr, eyni zamanda İsrailin İrana hücumuna ABŞ-dən də dəstək gəldi. Bugün isə artıq vəziyyət kifayət qədər dəyişib və proseslərin önündə Pentagon dayanır. Bu dəfə artıq İranın faktiki olaraq mühasirəyə alınması əməliyyatı həyata keçirilir. Özü də tədbirli şəkildə. 12 günlük müharibədə həm də bir test saymaq olardı o əməliyyatı. İranın zəif yerlərini müəyyənləşdirmək üçün. Eyni zamanda kifayət qədər də müəyyənləşdi. Və bir sıra hallarda hətta gülüş obyektinə çevrildi İranın zərbələri. Amma bugün görünən budur ki, Prezident Trump birinci növbədə, yəni şəxsən mənim fikrimdir, bəlkə də razılaşmaya bilər digər ekspertlər, Trump bugün yeni bir platforma yaradıb. Sülh Şurası və 19 fevralda da növbəti toplantısı keçirildi. Daha doğrusu ilk toplantısı keçirildi təsis olunduqdan sonra. Təsəvvür edin ki, bir aydır sülh məramını nümayiş etdirməklə yanaşı, eyni zamanda BMT Təhlükəsizlik Şurasına alternativ belə sayılan Sülh Şurasını yaradan, əbədi olaraq onun başında dayanacağını bəyan edən, bir faktiki sülh koalisiyası təşkil edən dünyanın süper gücünün lideri bugün özünü inkar mövqeyi sərgiləyərək İrana zərbələr endirir. Bu özü də düzgün anlaşılmazdı geniş planda. O mənada hesab edirəm ki, Trump'ın bugün hərbi əməliyyatları ertələməsinin bir səbəbi də məhz bununla bağlıdır. Diqqət edək ki, İranda baş verdiyi hadisələrə etirazlar ötən ilin dekabrın sonlarından və ardınca biz elə bu ilin əvvəlində müşahidə etdik ki, Prezident Trump etirazçıları dəstəkləməklə yanaşı kömək gəlir bir ciddi şəkildə bəyanatını səsləndirdi. Amma o kömək hələ gedib ünvanına çatmadı. Söhbət heç şübhəsiz ki, hərbi dəstəkdən gedirdi. Amma çox güman ki, birinci növbədə Trump qarşısındakı mühüm məsələni Sülh Şurası ilə bağlı ötən ildən başlayaraq gedən prosesin məntiqi sona çatdırılmasını göz önünə gətirmişdi. Hərbi əməliyyatlar İrana qarşı başlayacaqdırsa, Trump'ın sülh xəyalları, Sülh Şurası ilə bağlı ideyaları suya düşə bilərdi. Yəni, hələ yaradılmayan bir təşkilat və ideya eyni zamanda hərbi əməliyyat qərarı. Hələ o əməliyyatın da hansı nəticələr verəcəyi bir mənalı izah oluna bilməzdi. O mənada Trump paralel şəkildə həm, hesab edirəm, burada ikili oyun oynamaqla, zopa və kökə siyasəti də demək olar, eyni zamanda Trump həm sülh mövqeyində sabit olduğunu nümayiş etdirməklə yanaşır. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində oynadığı pozitiv rolu da hər dəfə bəyan etməklə dünyanın bir 7-8 bölgəsində sülhü təmin etdiyini bildirməklə İrana qarşı hərbi əməliyyatlar keçirilməsi bu nonses olardı. Evet. O mənada Trump həm İranla bağlı hazırlıqlarını davam etdirməkdədir. Hərbi istiqamətdə iri təyyarə daşıyan gəmilər İrana doğru istiqamət götürdü. Eyni zamanda İranda olan vətəndaşların təcili bu ölkəni tərk etməsi ilə bağlı o zaman da xatırlayırsınızsa bir neçə saat ərzində İranın ABŞ tərəfindən bombalanacağı barədə bir qəti bir mövqelər vardı. Ekspertlər hesab edirlər ki, bu geri dönməz xarakter alacaq. Hətta bir neçə gün əvvəl də
Avropa ölkələrinin liderlərindən biri bildirmişdi ki, yaxın 48 saat ərzində İran bombalana bilər. Amma mən bütün bu şərhlərin və qətiyyətli mövqelərin qarşılığında hər zaman bildirmişəm ki, bu hazırlıqlar birinci başa çatmayıb. Eyni zamanda Trumpın hələ sülh şurası ilə bağlı ortaya qoyduğu ideyanın müəyyən məsafə qət etməsi lazımdır. Həm də İranın ABŞ-dən gələn təşəbbüslərə dirsək göstərməsi halında və bunun sübutu halında ABŞ daha çox koalisiya toplaya bilər. Bugün axı bəllidir. Qardaş Türkiyə, həmçinin Azərbaycanın mövqeyi bəllidir. Bu proseslərdən narahatdır. Hərbi əməliyyatlar fazasına münasibətlərin keçməsi onun üçün də qəbul olunmazdır və bu dəhşətli nəticələr verə bilər. Eyni zamanda ABŞ-nin maraqların olduğu ölkələrin də hədəfə alınacağı barədə İrandan verilən bəyanatlar. Yəni İran o situasiyada heç şübhəsiz ki, bu kanalları necə deyirlər, qarışdıra bilər. Hətta qonşu ona normal münasibətdə olan ölkələr belə onun gözündə Amerikanın hərbi maraqları və hərbi bazası cildində görünə bilər. Bir sıra hallarda da biz bunu gördük. 12 günlük müharibədə Azərbaycan İrana qarşı əməliyyatların əleyhinə olan və bu proseslərlə bağlı mövqeyini açıq şəkildə bildirən ilk ölkələrdən biri olsa da, Sepah və digərləri tökülüşlər Azərbaycanın üzərinə ki, bəs Azərbaycandan hansısa nələrsə olub və s. Hətta Pezeşkiyan səviyyəsində bu yalancı bəyanatlara etiraz bildirildi, münasibət bildirildi. Yəni bu qədər bir rəngləri tündləşdirməyə çalışan bir rejimin olduğu bir situasiyadır. O mənada hesab edirəm ki, hələ ki bu məsafə hesab edirəm ki, proseslər ona doğru gedir ki, İran bu bir qırmızı xətt var da faktiki olaraq. Həm ABŞ üçün, həm İran üçün. ABŞ hesab edir ki, onun üçün vazkeçilməzdir. İranın bundan sonra da əldən buraxılması və yenə də onun, necə deyərlər, öz kefi ilə bu rejimin hərəkət etməsi gələcəkdə onun həm imicinin sarsılmasına, həm də bütövlükdə gələcəkdə təhlükələrin miqyasının artmasına gətirib çıxara bilər. O mənada İranı maksimum sıxmaqla hələ ki masa ətrafında təslim etməyə çalışır. Alınmasa ən azı lokal zərbələrin endirilməsi artıq hesab edirəm ki, qətiyyətli şəkildə masada olan həm də bir hərb plandır.